Bismillahirrahmanirrahim. Elhamdülillah və salatu və selamu alə Rasulillah. Əmmə ba'd. Ən birinci Allaha çoxlu şükürlər olsun. Və sonra bilirsiniz ki, insan böyük günahlar var ki, onlardan xüsusən ehtiyat etməlidir. Əlbəttə ki, qul xətasız deyil, mütləq günahlar eləyir, yəni məsum deyil. Amma yenə də bacardıqca bunlardan çəkinməlidir. Çünki hələ o nə qədər çalışsa da, yenə də onda xətalar olacaq, günahlar olacaqdır. Və xüsusən də böyük günahlardan. İnsan böyük günahlardan ehtiyat etməlidir. Çünki onun hətta ibadətlərinə təsir edə bilər. Niyyətində olan məsələlərə təsir edə bilər. Məsələn, orucun qabaqdan Ramazan gəlib. Sən, məsələn, elə günahlar var ki, ona eləyərsən, artıq sənin ibadətlərin də nədir? Ac qalmaqdan, məsələn, oruc və susuz qalmaqdan başqa bir şey olmaz. Ona görə çox ehtiyatlı olmaq lazımdır günahlardan. Çünki insanı məhv edir. Həm bu dünyada, həm axirətdə. Cəmiyyətləri məhv edir. Günahlar. Nəyə görə? Məsələn, Quranda nə var? Quranda ibrətamiz şeylərdir çoxsu. Baxsan, görsən, Allah Teala nə qədər qovmu yer üzündən silib. Nəyə görə? Etdiyi günahlara görə. Yəni, günahlar asan məsələ deyil. Allah Teala günah eləmək, ona qarşı çıxmadı, ona asi olmadı, ona üsyan etməkdir, ona qarşı gəlmək deməkdir. Allah Teala'na qarşı kim gedərsə, o uduzar, məhv olar. Və ona görə də nə qədər insanlar məhv olur, nə qədər ailələr məhv olur, nə qədər ümmətlər məhv olur. Bunlar hamısı günahların nəticəsidir. Ruzi kəsilib, yağmur kəsilib, xeyir, bərəkət gedib. Yəni, hər bir şey gedib insanlara nə olub? Bəla gəlibdir, xəstəliklər yayılıb. Ona görə ehtiyatlı olmaq lazımdır. Və əlbəttə ki, bilirsiniz ki, 70-dən çox böyük günahlar var və onları əzbər bilməlisən mütləq, öyrənməlisən. Yəni, onlar xüsusi təhlükəlidir. Və ona görə də bir neçəsini xatırlamaq istəyirəm. Necə ki, Rasulullah sallallahu aleyhi ve sellem hədis şərifində buyurur. Qalə Rasulullah sallallahu aleyhi ve sellem Ələ uxbirukum bi əkbəril kəbair قالوا بلى يا رسول الله قال الإشراك بالله وعقوق الوالدين وجلس وكان متكئا فقال ألا وقول الزور فما زال يكررها حتى قلنا ليته سكت. Və bu hadis şərifdə, bu hadis uzundur, Resulullah sallallahu aleyhi ve sellem buyurdu ki, mən sizə ən böyük günahları xəbər verimmi? Özü 3 dəfə dedi. Yəni, bu Resulullah sallallahu aleyhi ve sellemin tərbiyəsinin, yəni öyrətməyinin üslublarından idi. Yəni, diqqətli olmaq lazımdır. Bir neçə dəfə təkrar elədi ki, sizə mən ən böyük günahları, günahlar deyimmi? Və onlar da dedilər, bəli ya Resulullah. Yəni, təkrar elədi, yəni, bəli ya Resulullah, yəni diqqətiniz olun. Xəbər olmayan da ayrılsın, biraz da diqqətini cəm eləsin. Yəni, məsələ çox ciddidir, ağırdır. Və dedi ki, birinci dedi ki, Allaha şirk qoşmaq, Allaha şərik qoşmaq. Allaha tay tutmaq, bu ən böyük günahlardandır. Və yəni bu insan bunu eləyəndə Allah Teala'ya şirk qoşmuş olur. Yəni hansılar ki, deyək ki, qəbirdən istəyir, Allah Teala'ya aid olan sifətləri, gücü başqasından istəyir. Yəni o heç vaxt olmaz, söz yox. Amma nədir? Allah Teala'ya şirk eləyir və onun əməlləri batıl olur və nədir? Ən böyük günaha düşüb. Ki Allah Subhanahu taala hətta nə deyir? Başqa günahları bağışlayan deyir. Təkcə şirkdən başqa. Yəni bu çox ağırdır. Və sonra valideynlərə asi olmaq. Yəni valideynlərə qarşı çıxmaq. Yəni bu mövzuda danışırıq. Amma həqiqətən də bu mövzu çox ağır mövzudur. Yəni valideynlərə asi olmaq, valideynlərə qarşı gəlmək çox ağır mövzudur. Fikir ver. Resulullah sallallahu aleyhi ve sellem nədir? Qudsi hədisdir. Dedi ki, Allaha şirk qoşmaq, sonra valideynlərə asi olmaq. Ardıcan o gəldi. Yəni, böyük günahdır. Yəni, səni yaradan Rəbbindir, sənin də dünyaya gəlməyivə səbəb olan valideynlərindir. Sənin bir əziyyətlə, əzabla böyüdü bilər. Yəni, onlar haqqında danışanda adam xəcalət çəkir. Çünki sələflərin həyatına baxsan, keçmişdəkilərin həyatına baxsan, onların valideynlərlə etdiyi müamilələrə baxsan, vallahi adam xəcalət çəkir. Yəni, biz o cür ola bilmirik heç vaxt. Amma yenə də heç vaxt ruhdan düşmə, valideynlərə nə ilə? Hörmət elə, valideynləri
sözünü yerə salma. Çünki onlara asi olmaq böyük günahdır. Xeyr gətirmir heç vaxt. Və sonra deyir, Resulullah sallallahu aleyhi ve sellem nədir? Dirseklənmişdi. Və durdu, oturdu. Və dedi ki, ələ və qavlu zur. Ələ və qavlu zur. Başqa bir rivayətdə gəlir və şəhadətü zur. Deməli, yalandan şahidlik etmək, yalandan saxtakarlıq eləmək, yəni yalan danışmaq, batil danışmaq. Və başladı bunu təkrar deməyə. Hətta deyir, nədir? Dedi ki, kaş susaydı, yəni sakitləşərdi. O qədər ki, həm də qorxurdular. Resulullah dedikcə deyir bunu, dayanmır, deyir bu. Yəni, nədir? Yalan danışmaq, batil danışmaq, yalandan saxtakarlıq eləmək, saxta şahidlik eləmək. Ne üçün? Fikir verin, Resulullah sallallahu aleyhi ve sellem bunu dedi. Çünki bütün hər bir şeyin başında, günahların başında nədir? Yalançılıq dayanır. Batil dayanır. Saxtakarlıq dayanır. Hər bir məsələdə. Hətta ailə quranda da saxtakarlıq varsa da ailədə xeyir olmur heç vaxt. Bir-birinə başqa şey umurlarsa, aldadırlarsa bir-birini. Ticarətdə, ibadətdə, hər bir məsələnin, hətta şirk məsələsində nədir? Batil danışmaq, yalandan saxtakarlıq eləmək. Yəni şirk özü nədir? Yalandır. Yəni Allahdan başqa heç kəs evlad verə bilməz. Allahdan başqa sənə xeyir verə bilməz, şər verə bilməz. Yəni səni sağalta bilməz. Belanı da verən Allahdır, alan Allahdır, sağaltan Allahdır. Hər bir şey, bu sıfatları sən başqasına nədir? Yalan danışırsan, iftira atırsan. Təsəvvürün, bu ümumiyyətlə bizim dinimizdə Resulullah sallallahu aleyhi ve sellem az sözlə nə deyir? Çox ifadə edirdi, çox məna verirdi. Yəni nədir? Ələ və qavlu zur və şəhadətü zur. Ona görə də bunu bilmək lazımdır, çəkinmək lazımdır. Və batil danışmaq olmaz. İttiham eləyəndə, yalandan. Ola bilər birisi sənə danışa bilmir. Haqqı müdafiə eləyə bilmir. Sən ancaq batillərlə, yalanlarla da özünə haqq göstərə bilərsən. Onu bil ki, cəhənnəmdə yanmağa yer hazırlayırsan özün üçün. Haqqı ala bilməzsən. Yəni ki, sən yalandan haqqam deyib. Olmaz elə. Və ona görə də bu təhlükəli bir şeydir. Hər bir məsələdə nədir? Yalandan saxtakarlıq eləmək olmaz. Yəni, bu əsas da aiddir saxtakarlığa. Da bir daha bir müəllimdən soruşur, biri ki, ayəti soruşur. وَالَّذِينَ لَا يَشْهَدُونَ الزُّورَ. Onlar deyir, nədir? Yalandan şahidlik eləməzlər, yalandan saxtakarlıq eləməz. Deyir, ya şeyx deyir, bu nə deməkdir? Deyir, sən bu illəri qutarırsan da məktəbi. Deyir, hə, universitet, deyirəm. Deyir, o sənə deyir, o şəhadətnamə verir, deyirlər. Bax, ona deyirlər, deyir. Yəni, sən hələ bilmirsən, o nədirsə. Amma sən oxuyub qutarırsan. Yəni, sən artıq saxtakar olmamalısan, düzgün olmalısan, layiq olduğu almalısan həyatda. Ona görə Resulullah sallallahu aleyhi ve sellem başqa bir hədis şərifində buyurur ki, deyir ki, Adəm övladı mənə yalancı saydı. Adəm övladı mənə təhqir etdi. Söydü, təhqir etdi. Yalancı saydı ona görə ki, dedi, mən deyir, yaratmayacaqdı mənə bir də. Halbuki mən onu yoxdan yaratmışım. Və mənə deyir, təhqir etdi ki, söydü ki, mən özümə övlad götürmüşəm. Yəni, onun deyir, oğlu var, övladı var. Yəni, təsəvvür eləyin, Allah subhanahu ta'ala deyir, mən heç kəsə möhtac deyiləm. Mən təkəm. Yəni, hamısı mənə möhtacdır. Və Adəm övladı neynədi? İttiham elədi, böhtan atdı. Şəhadətü zur etdi. Yəni, batil söz dedi. Ona görə ehtiyatlı olmaq lazımdır. Bəzi sorular, nə olar, sözdür də deyir. Yox, sənin etdiyin söz, yəni dediyin bir kəlmə, yalandan durduğun şahidlik, etdiyin saxtakarlıq məhv edir insanları. Sənə özünü də məhv edir. Sən elə bilmək ki, sən nəsə qazandın. Ola bilər bu dünyada müəyyən bir vaxt Allah Teala sənə vəd verib, möhlət verib, ondan istifadə eləmə, ehtiyatlı ol. Allah bizi qorusun, Allah bizə rəhm eləsin, Allah Subhanahu Teala bizi sabit eləsin, Allah Teala əskərlərimizi qorusun, xəstələrimizə şəfa versin, hərbiçilərimizi qorusun, ölkəmizin əmin-amanlığını qoruyanlarımızı qorusun, ölkə başçımızı qorusun, onun xeyr üzərində etsin, güc qüvvət versin, Allah bütün müsəlmanlara kömək olsun, Allah qohum əqrəbamıza, xalqımıza hidayət versin, doğru yolu yönətsin və bizi həmişə xeyr üzərində cəm etsin. Allah Teala
xəstələrimizə şəfa versin. Subhanakallahumma bihamdik, nəşhədu an la ilahe illa ente, nəstəğfiruke və nətubu ileyk.